Çətin, çox çətin. Günümün xoş günü olubdu ki, yəni yaşamışıq buraya qədər. Nəm xana toxuya, bundan, ondan elə iş yox, güc yox. Burada nə var ki, özün bilmirsən. Yəni bu vaxta qədər yəni belə gəlmişik. 25 ildir onkoloji xəstə. Gedirəm, gəlirəm, 3 ildir də yenə təkrarladı. Təkrar oldu. Yəni, oldum. Operasiyada oldum. Sonra müalicə ilə yaxşı oldum. İndi də yenə 3 ildir. Yenə bu xəstəliyi yəni tapmışam. Təkrarladı. İndi də operasiya olasıyam da. Heç yer. Amma eşidirdim ki, yəni dərməni onkolojinin pulsuzdur. Heç mənə pulsuz heç. Yəni verilmədi. Yəni deyir, birinci giriş də pul az olur da, biraz olur. Mənə hər dəfə 90'ları, 80'ları keçirmişim. İşte, İndi bu gedişdə orada bir bizim kətçi adam var. 3 ildir dedi, mən buraya ximya götürürəm. O dedi ki, sən niyə pul keçirirsən? Dedim, hər dəfə keçirmişəm, ola bilməz dedi. Exoya çəkiləndə dedi 240 gənə keçirəcəksən. Orada da dedim, gənə mi keçirim? Yəni Qamamcıbeldən kömək gəldi. Bu boyda mən gənə keçirdim onu. Gənə mi keçirim? Dedi, keçirməlisən. O da dedi, niyə sənin şeyin yoxdur? Hə, o niyə yoxdur? Mən də indi bildim. Bu vaxta qədər mən heç nə bilmədim, nə həkim məni başa salmadı ki, yəni kömək var. Deyirdim, pul problemdir, keçirə bilmirəm, gücüm çatmır. Deyirdi, 3 aydan bir gəl, mən 6 aydan bir güclə yaradıb, yəni gedə bilirdim. Xəstəyəm, işləyə bilmirəm, gücüm yoxdur. Bütün hər dəfə mən pul keçirmişim. Heç bir dəfə onlar mənə, yəni şey eləməyib. Yəni, köməyi ol. Bircə bir il operasiyaya görə yan ağrıdım, getdim, lap pis oldum. Onda rayon Qamamcıbeliyə verdik, forma 100 gətdim. Biraz o kömək verdi. Hə, örgəndim ki, yəni kömək var imiş. Mənə olmadı. Heç həkimlər də başa salmadı ki, yəni ki, kömək var. Ya belə elə. Heç bilmirdim mən indiyənə kimi. Bütün pul, pastayanlı udarına, hər bir şeyinə pul keçirmişəm. Yəni dərmən deyirlər, onkoloji pulsuzdur. Amma heç vaxt mənə heç o dərmənə də kömək vermədilər. Bir aylığa alanda, o dəfə alanda özü də ömürlük dərməndir. 280'ə qədər pul tutdu. O da ömürlüklər var içində. İndi də ürəyimə 2 dənə gənə ömürlük, ömrünün axırına kimi çəkəcəksən dedi. O da, yəni o da lap bahadır. Ala bilmədim. Bir həftəliyini almışam, gücüm çatmadı. İndi operasiya kimi bir həftəyi içəcəm, sonra da Allah bilir yəni. Nə təhər imkan olacaq bilmirəm, olmayacaq. İçə bilmirəm, yəni dərmənimi mən içə bilmirəm. Ağrı yendi dana, belə nə təhər deyim, elə pul problemi oldu. Yəni bəlkə də yaxşı olardım vaxtında geçsəm. Yəni gedəmədim. Çox çətinliklər çəkdim. Özüm ağrıdım, iş yox. Haraya gedim, harada işləyim. Biraz işləyən kimi qollarımın ağrısı qalxır, şiş verir. O ağrı qoymur da, boşal, əllərim pis olur, pis vəziyyətə düşürəm. Yəni qanım çox qalxır, ürəyim çox təntidir də. Nə işləməyə də imkan yaratmır, vermir. Yoxsa işləyərəm, yəni hələ olsa işləmərəm, imkan vermir.